Sən hər şeyin ziddiyyəti ilə imtahan edilərsən. Cəsurlar qorxaqlarla, vəfalılar vəfasızlarla, fədakarsan nankorlarla, yaxşı niyyət sui-istismar olunar. Çünki bu dünya gözəlliklərini gizlədən bir imtahan mərkəzidir. Allah qulunun içindəki həqiqətləri, yaxşılıqları pis insanlarla üzləşəndə ortaya çıxartmasını istəyər. Yaxşılığın qiyməti pisliklərin çox olduğu yerdə anlaşılan olur. Səbir daş kimi qəlblərin arasında yoğrular. Əxlaq ən çox haqsızlıqlarla üzləşəndə parlayar. Bəzən mən nə etdim ki bunlar başıma gəldi deyirsən. Bil ki, məsələ nə etdiyində deyil, kim olduğundadır. Allah səni kirlətmək üçün deyil, təmiz olduğunu göstərmək üçün ziddiyyətlə sınayar. Qiymətli qızıl alovda, qiymətli insan isə müsibətlə ortaya çıxar. Əgər mərhəmət zülmlə qarşılaşırsa, demək ki, Allah səni sevir. Allahın salamı, xeyir, bərəkəti olsun hər birinizə.